Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu 8 serialının Park Sinemada yayımı dayandırılıb. Today Press TV xəbər verir ki, Hikmət Rəhimov məsələyə sosial şəbəkə hesabında münasibət bildirib. Stat: Çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım. Əvvəla Azərbaycanlılara, həm burada, həm xaricdə yaşayan həm yerlilərə 8 serialına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm. Dünən bir dövlət qurumuna serialla bağlı görüşə dəvət edildim. Qurumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə məxfi qalsın. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar. Sağ olsunlar. 8 serialı 10 yanvar 2025-ci il tarixində efirə gedib. Yayım zamanı efirə söyüş getdiyi üçün həmin işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb. Statın sonu. Hikmət Rəhimov bildirib ki, serialın həm YouTube üzərindən, həm də televiziyada yayımının dayandırılmağını heç cür anlaya bilmir. Stat: Ümid edirəm həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşılıb, üzümüzə gələn həftə serialın yayımının bərpa qərarını verərlər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir. Hətta aidiyyatı qurumlar belə serialı maraqla izləyir. Bu yaxşı bir şeydir. Sonunda hər şey üçün Allaha yenə sonsuz təşəkkür edirəm. Statın sonu. Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audio-vizual Şura kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları media haqqında qanunun tələblərinə zidd. Nəticədə ARB kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib. Xatırladaq ki, 8 serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir. Namiq Abbasov, Today Press TV.